Salam, hər vaxtınız xeyir olsun Avtoidman verilişinin izləyiciləri və avtomobil həvəskarları. Bugün mən Aqil Cəbiyev, Ford Klub servisinin əməkdaşı olaraq sizlərə avtomobildə əyləc sistemində baş verən nasazlıqlardan bəhs eləmək istəyirəm. Hal-hazırda mən qarşımda olan bu detallar Ford modelinə aid olan detallardır. Xatırladım ki, Ford Fusion ölkəmizdə daha geniş yayıldığına görə hal-hazırdakı detallar da demək olar ki, Ford Fusion-a aiddir. Amma bu sayacağım detallar avtomobillərin demək olar əksəriyyətinə yaranan problemlərdəndir və onlardan bəhs edir. Bildiyiniz kimi, avtomobilin ən həssas nöqtələrindəndir əyləc sistemi, yəni ən çox diqqət olunmalı olan hissəsidir əyləc sistemi. Çünki birbaşa sürücünün təhlükəsizliyini təmin edən və əyləc sistemində necə olur ki, bu problemlər yaranır və sürücü onu hansı hallarda özü müşahidə edə bilər. Bəzən olur ki, sürücü yaxınlaşır servisə və yaxud da özü müşahidə edir ki, avtomobilin əyləci həddindən artıq yumuşaqdır. Dibə kimi demək olar ki, əyləci basır və əyləc tutmur. Bu nədir? Bunun səbəbi nədir? Bu barədə sizə izah edeyim. Hal-hazırda göstərəcəyim bu detalın adı əyləc borusu kimi adlandırılır. Bu əyləc borusu müəyyən müddətdən bir olur ki, keyfiyyətini itirir və müəyyən eroziyaya məruz qaldığına görə bunda problemlər yaranır və avtomobildə jitkis kimi adlanan mayeəni buraxır və o zaman avtomobilin əyləc sistemində problem yaranır, əyləc tutmur və yaxud da ki, zəif tutur. Bu zaman sürücü müşahidə edir ki, əyləc sistemi həddindən artıq yumuşaq olur, yəni əyləc pedalı tam dibinə qədər sıxılır, amma tutmur. O zaman həmən o problemlərdən biri başlıcası demək olar ki, həmən bu əlimdə tutduğum əyləc borusudur. Əyləc borusunu sıradan çıxaran səbəb nədir? Əyləc borusunu sıradan çıxaran səbəb vaxtında hal-hazırda əlimdə tutduğum tormuz, yəni əyləc mayesinin vaxtında dəyişilməməyi və vaxtında dəyişən sürücülər də var, amma bəzən olur ki, onları da yanlış seçim edirlər. Düzgün əyləc mayesindən istifadə eləməməsi. Düzgün əyləc mayesindən istifadə eləməyəndə, yəni həmən modelə uyğun olmayan və yaxud da ki, keyfiyyətli olmayan əyləc mayesindən istifadə eləmədikdə, həmən o əyləc mayesi əyləc şlanqını da vaxtından tez sıradan çıxarır. Bundan əlavə əyləc şlanqı alarkən siz diqqət eləyin, onun üzərində onun həmən o əyləc şlanqının nə qədər təzyiqə dözə bildiyi haqqında da məlumat olur və tövsiyə olunur ki, orijinaldan və yaxud da ki, keyfiyyətli firma məhsullarından istifadə edəsiniz, çünki birbaşa sizin təhlükəsizliyi təmin edən sistemdən biridir. Bundan əlavə olur, sürücü yaxınlaşır, deyir ki, əyləcim çox yumuşaqdır, yəni əyləcdən istifadə edərsən, əyləc daha gec tutur, amma çox yumuşaqdır. O düşünür ki, həmən əyləc şlanqında problem var, amma yaxınlaşanda görür ki, heç bir əyləc şlanqında axıntı yoxdur. Hal-hazırda sizə göstərəcəyim bu detalda, bu detalın adı qlavni silindr kimi adlandırılır sürücülər arasında. Və həmən o qlavli silindrin problemi də əlaməti ondan ibarətdir ki, biz əyləcə basdıqda əyləc çox yumuşaq olur və əyləc tutmur. Olur ki, sürücü əyləc şlanqı cırılır, dəyişdirir, dəyişdirəndən sonra düzgün sistemdən hava çıxarılmadıqda və əyləc mayesi düzgün dəyişdirilmədikdə sistemdə boşluq yaranır. Bəzən olur ki, sürücü yaxınlaşır ki, əyləcdə problem var, mən əyləcə basıram, çox bərk əyləc pedalı bərkiyib. Bu hansı əlamətdir və hansı detalın sıradan çıxmağıdır, onu sizə izah edeyim. Hal-hazırda sürücülər arasında vakuum sazlardır, yəni vakuum yaradan bir detaldır bu. Bu detal sistemdə havanı yaradan bir detaldır və əyləc sisteminə birbaşa bağlı olan bir detaldır. Bu detal sıradan çıxanda əyləcə basırıq, əyləc bərk olur. Bu da qəza şəraiti yarada bilər, onu qeyd edeyim. Bu da həmən bu vakuum sazlar kimi adlandırılan hissənin sıradan çıxmağıdır. Bu hissənin sıradan çıxmağının əsas səbəbi də keyfiyyətsiz yağ, yəni vaxtında düzgün dəyişilməyən yağ. Və keyfiyyətsiz yağ həmən bu əyləc sisteminə də problem yarada bilir, yəni vakuumsazlar kimi adlandırılan hissəni sıradan çıxarır. Və vakuumsazlar sıradan çıxarkən ola bilər ki, sizin əyləc pedalında da problem yaransın. Ondan əlavə olur ki, həmən bu hissə, hansı ki bu fırlanan hissə dayanır, tərpənmir, tərpənmədikdə hətta iç remenin qırılmasına qədər gətirib çıxara bilən amillərdəndir. Yəni bütün bu sistem hamısı bir-birinə bağlıdır. Hamısını da düşünürsən ki, baxırsan ki,
problem yaradan bir şey xırda bir şey olur və müəyyən bir mayenin dəyişməmək, vaxtında qulluq olunmamaq. Və bərkimə səbəblərindən biri də hal-hazırda mən sizə bir qlavna silindr göstərdim. Qlavna silindrinin bağlandığı vakuum kimi adlandırılan həmən bu hissədir. Sürücülər arasında adlandırılır. Bu hissədə də problem yarananda əyləc bərk olur. Yenə də xatırlatma edirəm, qlavna silindrdə problem yarananda əyləc pedal həddindən artıq yumşaq olur, amma vakuumun özündə problem yarananda əyləc bərk olur. Yəni əyləcin bərk olma səbəbləri siz ustanıza yaxınlaşdıqda baxır, müşahidə edir birinci vakuum sazzator kimi adlandırılan hissə və yaxud da ki, vakuumun özünə. Bundan əlavə isə mən sizə qeyd etmək istəyirəm, ABS sensoru kimi adlandırılan həmən bu sensordur. Hər təkərdə bir ədəd olur. Hər təkərdə bir ədəd olur. Bu sıradan çıxdıqda siz əyləcə basdıqda bəzən olur ki, görürsünüz ki, əyləcdə sürüşmə olur. Yəni özünüz də həmən o narahatçılığı hiss edirsiniz. Elə bilirsiniz ki, avtomobil sürüşdü. Yəni ayağınızın altında əyləc pedalı sürüşmə hissi yaradır sizdə. Bu da həmən bu ABS sensorunun problemlərindən biridir və yaxud da ABS-in özündə problem olanda olur. Adətən Ford Fusion'larda ABS sensorlarında olur. ABS sensoru da sıradan çıxdıqda dediyim əlamət olur. Ondan əlavə rulda, yəni sükanda yüngül ağırlaşma hiss edirsiniz və özünüz də sürüşmə işarəsinin ekranda yandığını görürsünüz. Bəzən sürücü zəng edir, deyir ki, ekranda, monitorda bütün işıqlar yanır, rul bərkiyib və təşvişə düşür. Təşvişə düşməyə ehtiyac yoxdur. Həmən bu ABS lastikini biz dəyişirik, yenisi ilə əvəz edirik və problem aradan qalxmış olur. Əyləc bəndləri də təbii ki, demək olar ki, əksər sürücülər bunu bilir ki, vaxtında dəyişilmədikdə əyləc düzgün tutmur. Yəni müəyyən hər sürətə uyğun avtomobilin tormozlanma zamanı müəyyən məsafəsi var ki, həmən məsafədə həmən o əyləci tutmalıdır. Amma həmən bu əyləc bəndləri yeyildikdə və yaxud da keyfiyyətsiz olduqda vaxtında əyləc tutmur və sürücü də öyrəşir avtomobilə ki, müəyyən hansı məsafədə tutacaq və sürətini də ona görə nizamlayır. Amma əyləc bəndləri sıradan çıxdıqda qəza yaratmaq təhlükəsi böyükdür. Ona görə də əyləc bəndlərinin vaxtında dəyişmək lazımdır. Vaxt məsələsinə gəldikdə əyləc bəndləri bəzi sürücülərdə daha çox müddət gedir, bəzi sürücülərdə isə tez-tez dəyişilir. Eyni əyləc bəndləri. O nədən irəli gəlir? O da sürücünün peşəkarlığından irəli gəlir. Bu hal-hazırda göstərdiyimsə sport adlandırılan əyləc disklərdir. Nəyə görə sportlar üstünlük təşkil edir? Çünki bunların qızmağı daha gec müddətdə olur. Bu verdiyimiz məlumatlar bizim təhlükəsizliyini təmin etmək üçün avtomobildə lazım olan məlumatlardan biridir ki, siz bunları bilməyiniz yaxşı oldu. Ünvanımız NZS qəsəbəsi, Ford Klub Servis, Xəzər TV-nin yanı.